Bugün sizə MİQIM tanıtmış bir sual izah edəcəm. Deməli, burada bu kodun mahiyyəti nədən ibarətdir? Bizə siyahı verilib və nəticə bərabərdir boş sətir. For I in N, yəni bir-bir siyahıdakı, daha doğrusu sözləri bir-bir götürəcəkdir. Düzdürmü? Gələcək burada if baxırıq verilən şərtə. Əgər demək istəyir ki, məsəl üçün monitor götürük. Əgər burada A hərfin sayı sıfıra bərabərdirsə, yəni A hərfin sayı hesablanır. Burada A hərflərin sayını hesablanır. Əgər nəticə olaraq sıfır olarsa, nədir? Deməli, bu sözün içində A hərfi yoxdur deməkdir. Və nəticə olaraq həmin sözlərin sıfırıncı indeksin ilk hərfləri nədir? Nəticəyə əlavə edir. Yəni, boş sətrə. O da monitorda nə olacaq? M. Sonra gələcək printer. Burada da yoxdur sayı. Yəni A'ları sayımız sıfıra bərabərdir. P. Mouse'da da M. Doğdu. Table'da var deyə bu əlavə olunmur. Bir də nə? Word. W. Doğru cavabımız olur bu.